Baş nazirin müavini Şahin Mustafayevin sədrliyi ilə su ehtiyatlarından səmərəli istifadə üzrə komissiyanın 67-ci iclası keçirilib. Gürsululuq dövrünə uyğun olaraq ölkənin əsas su anbarlarının iş rejimlərinin tənzimlənməsi barədə ətraflı müzakirələr aparılıb. Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin proqnozuna əsasən ilin gürsululuq dövründə su ehtiyatlarının ötən illərlə müqayisədə daha çox olacağı gözlənilir. Son vaxtlar Kür çayı üzrə su ehtiyatlarının artması ilə bağlı illər üzrə çoxsulu və az sulu fazalar, habelə gürsulu dövrlər, yəni aprel, may, iyun ayları nəzərə alınmaqla Kür çayı üzərində yerləşən su anbarları sistemi operativ qaydada və optimal səviyyədə tənzimlənir. İclasda Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən son günlər ərzində intensiv yağıntılar nəticəsində Kür çayı və onun qolları olan Türyan çay, Göyçay, Girdiman çay, Qarqar çay və digər çaylarda sululuğun artması, çay ətrafı rayonlardakı mövcud vəziyyət, fəsadlara qarşı görülən qabaqlayıcı tədbirlər barədə geniş məlumat verilib. Hazırda müşahidə olunan su səviyyəsi artımın hidrometeoroloji şəraitinə bağlı olduğu, lokal xarakter daşıdığı və bəzi ərazilərdə mühafizə bəndlərinə təzyiqin artması ilə müşahidə olunduğu bildirilib. Agentliyin rayonlarda yerləşən yerli istismar idarələrinin digər aidiyyatı qurumlarla birlikdə gücləndirilmiş iş rejimində işlədiyi, vəziyyətin ciddi nəzarətdə saxlanıldığı, izafi su həcmlərinin maneəsiz və təhlükəsiz şəkildə Xəzər dənizinə ötürülməsi üçün müvafiq tədbirlər görüldüyü qeyd edilib. Sonda baş nazirin müavini komissiyanın sədri Şahin Mustafayev su ehtiyatlarından səmərəli istifadə, gürsululuq dövründə su və su təsərrüfatı obyektlərində təhlükəsiz su axınının təmin olunması və ölkə üzrə əsas su anbarlarının iş rejimlərinə ciddi riayət olunması ilə bağlı aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verib. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, onun sədri Zaur Mikailov tərəfindən müvafiq tapşırıqlar verilmişdir, müvafiq qərarlar qəbul olunmuşdur və bununla bağlı müəyyən deyək ki, növbətçilik qrafikləri və ya deyək iş rejimləri hazırlanmışdır ki, bununla bağlı bizim nümayəndələr ərazilərdədir, yerlərdədir və bütün bənd boyu monitorinqlər aparılır və nəzarətdə saxlanılır. Bu baxımdan deyək ki, Kürdə çayın nizamlanması bugünkü gündə riskli deyil. Demək istərdim ki, əhali heç bir təşvişə düşməsin və düşünürəm ki, biz əgər nəzərə alsaq ki, 2010-cu ildə ən çox son 50 ilin gürsulluq devri olubdur və 2010-cu ildə ümumiyyətlə Kür çayının axını 16,7 milyard kubmetr təşkil etmişdir ki, burada da təkcə 24 aprel tarixi, bugünkü tarixi götürsək, Mingəçevir su anbarına daxil olan su demək 2010-cu ildə əgər 1417 kubmetr olmuşsa, bu günləri 700-800 kubmetr həcmində daxil olur ki, bu da onu göstərir ki, bu özü 2010-cu ilin deyək ki, nisbətdə 2 dəfə aşağıdır və Mingəçevir su anbarında da bu günləri eyni zamanda Şəmkir su anbarında 2010-cu ilin səviyyəsindən və həcmindən indiki devirdə təxminən bir 150-200 milyon kuba qədər suyun demək aşağı olduğu faktı var və bu da ona imkan verəcək ki, biz suyun heç bir qəzasız, bir fəsadsız, tam rahat dənizə ötürülməsini təmin edə bilək. Qeyd edək ki, əsas diqqət göstərilən istiqamətləri Kür çayı üzərində yerləşən kaskad tipli Şəmkir, Yenikənd, Mingəçevir, Varvara su anbarları, Araz çayı üzərində yerləşən kaskad tipli Araz, Xudafərin, Qızqalası su anbarları və əsasən Samur çayından qidalanan kaskad tipli Taxta Körpü, Ceyranbatan su anbarları sistemləri təşkil edir.